Salam dəyərli abituriyentlər. Gəlin Turan Tədris Mərkəzinin 15 fevral 2026-cı il tarixində keçirdiyi buraxılış 4 sınaq imtahanının 11-ci sinif ingilis dili suallarının izahı ilə tanış olaq. İlk növbədə dinləmənin suallarından başlamaq istəyirəm. Deməli, dinləməmizin birinci sualında deyilir ki, dinləmədə hansı məlumat verilməyib? Dinləməni dinləyən zaman görürük ki, deməli, burada Charlie Chaplin'in Oscar mükafatı alması haqqında heç bir məlumat yox idi. Ona görə də bizim doğru variantımız A variantı olacaq. İkinci sualda mətnin nə haqqında olduğu soruşulur. Mətn Charlie Chaplin haqqında idi. The King of Silent Movies A variantı olacaq. Üçüncü sualımıza baxırıq. Why did Chaplin's mother become mentally ill? Nə üçün Chaplin anası xəstə idi? Çünki because she had bad habits, xeyr. Because she had lost her parents, xeyr. And because her life was so complicated. Onun həyatı çox çətin keçmişdi, mürəkkəb keçmişdi. C variantı doğru variant olacaq burada. Dördüncü sualımızda deyilir ki, complete the sentence according to the passage. Mətnə əsasən, dinləməyə əsasən cümləni tamamlayın. All people admire Chaplin. Cavab belə olacaq. As a first class actor or comedian. Beşinci sualımızda Who did Chaplin get the idea for his famous flat-footed walk? Deməli, orada deyir ki, cavabımız belə olacaq. From a London taxi driver. Chaplin got the idea for his famous flat-footed walk from a London taxi driver. Olacaq. Bu da yer qalmadı. Sonra 6-cı sualda deyilir ki, family sözünü təsvir edən sifəti tap. Burada da olacaq poor. 7-ci sualımıza baxırıq. 7-ci sualda since var. İndiki bitmiş zamanının zərfini görürük. Doğru cavabımız olacaq A variantı. Have improved. 8-ci sualımızda isə modal feillə bağlı testdir. Baxırıq. Demək, qrammatik cəhətdən hər biri doğrudur. Cümlənin tərcüməsi ilə baxacaq. Robert hurt his feet seriously. That's why he became a good sportsman. Robert ayağını zədələdiyinə görə, deməli, yaxşı idmançı ola bilmədi. Couldn't olacaq. 9-cu sualda isə məchul növ istəyir bizdən. Hilbert is painting the fence at the moment. Zaman zərfinə baxanda da, cümlənin quruluşuna baxanda da görürük ki, indiki davam edici zamandır. İndiki davam edici zamanın məchul növü də is, am, is, are, üstəgəl being, üstəgəl participle to'dur. Deməli, B variantında has been var, C variantında isdən sonra being yoxdur, D variantı was var, yəni ki, ümumiyyətlə indiki zaman deyil. Y variantında da had var, doğru cavabımız olacaq A variantı. 10-cu suala baxırıq. 10-cu sual cümlə tamamlamaqla bağlı sualdır. She wants to know. Want to know-u görən kimi Z olan variantı çıxırıq. Sonra baxırıq, biz bilirik ki, budaq cümlə sual formatında ola bilməz. Ona görə 4-ü də çıxırıq biz burada. 4-ü də çıxırıq. Doğru cavabımız 1, 2. C variantı olacaq. What happened to you yesterday? Oradakı what mübtəda kimi işləndiyinə görə doğrudur. What you were doing at that time yesterday? Bəli, bu da doğrudur. 11-ci suala baxırıq. 11-ci sualda made var. Bilirik ki, birinci qrup feildir. Kompleks obyektiv testimiz. Made birinci qrup feil olduğuna görə tel olacaq. İndiki zamanda C variantı doğru cavabımız. 12-ci suala baxırıq. 12-ci sualda sifət və zərfin dərəcəsi ilə bağlıdır. Deməli, hər iki cümlədə adi dərəcə olacaq. Birinci cümləyə baxırıq. Is Anne's English. Anne'in ingilis dilisi. Deməli, isim aid olduğuna görə birinci tərəfimiz olacaq perfect. Çıxırıq C variantını. E variantını da çıxırıq. İkinci tərəfimizə baxırıq. Yes, she speaks. O danışır. Deməli, ikinci tərəfimizdə olacaq zərf.
Bunlarda çıxırıq. Doğru variant D variantı. 13-cü sualda isə deyir ki, hər iki cümləyə uyğun gələn söz önünü seç. Biz bilirik ki, proud of-la işlənir, fond da of-la işlənir. Doğru cavab C variantı. 14-cü sualımız artiklla bağlıdır. Biz bilirik təyin edici olanda artikl işlənmir. My ilə his yiyəlik əvəzliyi olduğuna görə boşluq olacaq. E variantı. 15-ci sualda isə the boys is smart in our group. Burada doğru cavab olacaq A variantı. 16-cı suala baxırıq. Make up a sentence. Cümlə qurmaqdır burada. Baxaq görək cümləmizə. Susan didn't do all her tasks by herself. 3, 2, 5, 4, 1. 3, 2, 5, 4, 1 D variantı. 17-ci sualda isə deməli, these books mübtəda ilə xəbərin uzlaşmasıdır. Cümləmizdəki mübtəda cəmdə olduğuna görə bizə cəm xəbər lazımdır. Baxırıq. These books are read olar. Bir də were read olar. Have been read olardı. Məchulda da olanda have been olardı. Ona görə 3 də səhvdir. Are read. Bir də were read. 2 ilə 4 olacaq. Doğru cavabımız G variantı. 18-ci sualımıza baxırıq. And, so, but, so. And və and deməli, həmcins sözləri bir-birinə bağlamaq üçün istifadə edilir. So, nəticəni bildirmək üçün, but ziddiyyət bildirir. So da ziddiyyət bildirən bağlayıcıdır. The teacher gave Jennifer some pieces of advice and she followed them. So, she followed them. But-dan so buradan çıxır, ziddiyyət ifadə etmir. Müəllim ona məsləhət verir, o da ona riayət edir. Ona görə doğru cavabımız 1-2 olacaq. D variantı. 19-a baxırıq. 19-da Paul's moving to the United Kingdom. Görürük ki, is moving. Is movingdir burada. Ona görə biz cavablardan is olan variantları axtarmalıyıq. Və cümlə təsdiqdədir. So is Ferdinand. Ferdinand is to. Doğru cavabımız 2 ilə 3-dür. 2 ilə 3 D variantı. 20-ci sualda quantifiers-la bağlı sualdır. There are fruit trees in our orchard. Fruit trees cəmdədir. Cəmdə olduğuna görə biz buradan matcha çıxırıq. Elotda ofu yoxdur, bunu çıxırıq. 3, 4 olan variantları çıxanda doğru cavabımız 1-2 D variantı. 21-ci suala baxırıq. Do you go to the gym twice a week? Deməli, həftədə 2 dəfə deyəndə nə qədər tezlikdə, nə qədər vaxtdan bir? B variantı. Have often-la sual veririk. Həftədə 2 dəfə deyirsən, idman zalına nə qədər vaxtdan bir gedirsən? Həftədə 2 dəfə. B variantı. 22-ci suala baxırıq. Edward's health is getting better. It means that the doctor's recommendations are being. Edward'ın sağlamlığı get-gedə yaxşılaşır. Bunun mənası odur ki, o həkimin məsləhətlərinə riayət edibdir, qəbul edibdir. Ignore-la denied da olmaz. Deməli, 1 ilə 2 səhvdir. Doğru cavabımız 3, 4, B variantıdır. Baxırıq mətnimizin suallarına. 23-cü sual mətnlə bağlı sualdır. Deməli, 23-cü sualda mətn haqqındadır soruşur. Humans emotional expression. C variantı olacaq doğru cavab. 24-cü sualda doğru cavabı tapmağımızı istəyir. Yenə də doğru variant C variantı olacaq. 25-ci sualda cümləni tamamlamağımızı istəyir bizdən. Tears, göz yaşı are able to supply the protection of people's eyes. İnsanların gözlərini qoruya bilir. Bəli, belə bir cümlə keçir mətnimizin içindən. Doğru cavab B variantıdır. 26-da what happens when people cry? İnsanlar ağlayanda nə baş verir? People tears consists of stress hormones. Bu da baxın mətnimizin bu hissəsində var. When human cries in response to stress, their tears contain a number of stress hormones. Bax, bu yerdə var. Ona görə doğru cavabımız olacaq A variantı. 27-ci sualımızda isə düzgün definition tapmağımızı istəyir. Paragraf 2-dən an answer or reaction. Deməli, cavab və ya reaksiya. Baxırıq mətnimizə. İkinci paragrafda o response sözünü görürük. Response sözü deməli doğru variant olacaq. Response sözü. Sonra 28-ci sualımızda humidity sözünün, nəm rütubət sözünün antonimini istəyir. Paragraf 3-dən. O da
Paragraf 3-dən deməli, baxın, bu yerdə dryness sözü var. O da bizim doğru cavabımız olacaq dryness. 29-cu sualda complete the sentence by changing at least two words according to the passage. Mətnə əsasən bizdən cümləmizin tamamlanmasını istəyir. Ən azı 2 sözü dəyişərək. Deməli, bu mətnin içərisində baxın, altından xətt çəkmişəm. Good effects of crying such as calming, good mood, pain relieving sözlərinin. Orada calm sözünü biz əvəz eləyə bilərik relaxed-dən. Ondan sonra good mood-u əvəz eləyə bilərik happy or positive mood-dan. Pain relieving-i də painkilling-dən əvəz edə bilərik. Digər sualımız isə 30-cu sual isə esse yazmaq lazımdır. Ən azı 3 cümlədən ibarət. Diqqətiniz üçün təşəkkür edirəm, dəyərli şagirdlər.